Baxırıq 3-cü pərdənin izahına, İblis əsəri. Deməli, İbn Yəminin evindən sonra olan hissə. Səhnə ilk pərdədə olduğu kimi İxtiyar şeyxin çardağını, qübbəsini göstərir. Şeyx dışarıda, çardağın altında təsbih çəkərək dalıb getmiş. Birinci pərdə də İxtiyar şeyxin qübbəsində idi. İkinci pərdə artıq İbn Yəminin, üçdə yenə də İxtiyar şeyxin qübbəsidir. Baxaq. Sonbahar, öyle sisli hava, xavər, yaralı zabitin alnındakı və qolundakı sarğıyı açar. Hansı ki, birinci məclisdə biz gördük ki, Vasiflə kiçik zabit yaralı zabit gətiriblər. Çox şükür, işte hep sağaldı yaran. Bax, nasıl mərhəmətlidir yaradan. Ah, sağaldıqca artıyor kədərim, beni məhv eyliyor düşüncələrim. Yada gəldikcə ailəm yurdum, sarsılır istirahətim uyqum. Hələ sən, ah sən, sənin kədərin, bəndə bir iz buraxdı xeyli dərin. Çünki yalnız benimlə uğraşaraq aqibət düşdün Arifindən uzaq. Yaralı zabit deyir. Hiç merak istəməz, xayr, haşa. Bana sən mane olmadın əsla. Şu qəza doğdu bir təsadüfən, bəni tale ayırdı Arifdən. Bu sırada iki türk zabiti gəlir. Deməli, xəbər deyir ki, yox, deyirsən, deyir, təsadüfən gəldi. Mən deyir, tale Arifdən ayırdı. Merhaba, İxtiyar deyir. Merhaba, əfəndi baba. İkinci zabit, gülbənizdə su var mıdır acaba? Vardır əlbəttə, həm də xeyli sərin. Buyurun, bir qədər də rahat edin. İçəri girərlər, İxtiyar su töküb verir. Xavərlə yaralı zabit bir cüşəyə sıkılıb durur. Birinci zabit pek sıcaq qalmamış tavan artıq, ayrılıb ordudan fəna susadıq. Alnının tərini silib sudan içər, İxtiyar ikinci zabit içində töküb vermək istər. Dur babam dur, aman rica ederim. Kendisi döküp içer. Birinci zabit yaralı zabiti süzerek, bana bak İxtiyar, şu zabit kim? Deməli, iki türk zabiti gəlirlər İxtiyar şeyxin qülbəsinə su istəyirlər. Orada yaralı zabiti görürlər və soruşurlar. Bana bak İxtiyar, şu deməli zabit kim? Bir əsir işte, ordudan aralı. Kimsəsiz bir zavallıdır yaralı. Bir Lehistanlıdır bu, ya bir Rus. Burada Lehistan sözcüsü çaşdıra bilər. Lehistan Polşanın qədim adlarından biridir. Yəni Polşalı yoxsa da Ruslu belə demək istəyir. Birinci zabit kim bilir? Bəlkə bir casus, yaralı zabit. Əfv edərsin, xayr, nə bir Rusum, nə lehim, nə kirli casusum. Ben müsəlman, qazanlı bir türküm. Bəncə bir ya həyat, yaxud ölüm. Deməli, yaralı zabit özünün türk olduğunu boynuna alır. Sadəcə Rus tərəfdə vuruşur da. Bunu birinci hissədə demişdim. Deyir, mən türkəm də. Məncə deyir, bir ya həyat, ya ölüm. Yəni, ya həyat, ya ölüm. Mənim üçün deyir, eynidir. Birinci zabit, başqa millətdən olmuş olsaydın, yenə mümkündür əffin. Ah, azğın, türk olub türkə atəş etmək üçün yalnız bir cəzaya layiqsin, o da edam. Deməli, deyir, başqa millətdən olsaydın, yenə bağışlamaq olardı. Sən türk ola, türkçə deyir, atəş eləmişsən. Bayaq dedim, Ruslar tərəfdən. Və deyir, sənin deyir, bir cəzan var, o da ki, edam olmalıdır ancaq. Xavər təlaş və həyəcanla, aman, əfəndim, inan, o deyil öyle suçlu bir insan. İxtiyar, xayr evladım, olmayın əsəbi, başqa, pək başqadır onun qəlbi. Yaralı zabit, nə tuhaf. Ta küçük yaşımdan bəl, millətim üçün zəfərlər özlərkən, işte tale, benim asılmam için, şimdi siz hökm edersiniz, lakin sizə ben vermək istəməm zəhmət. Dərhal cibindən bir tabanca çıxarır və kendi kafasını nişan alır. Aman, xəbərdir, ah aman, ikinci zabit onun biləyini yakalar, dur, təlaşa yox hacət. İxtiyar, ah çılğın, bütün cihan çılğın, bu günün arkasından yok mu yarın? İxtiyar artıq dəli olur ki, bütün cahan deyir dəli olubdu da. Bu sırada bir qara ərəb, deməli, ikinci zabit mane olur, deyir, təlaşa yox hacət, yəni təlaş eləmə, tələsmə. Ərəb zabiti gəlir, bu sırada bir qara ərəb zabiti gəlir, məmnun və laubali qəhqəhələrlə gülməyə başlar. Birinci zabit, neymiş arkadaş, nə var, nə xəbər, var mıdır yoxsa başqa fəthü zəfər? Deməli, bir dənə də iki zabit, türk zabiti var. Bir dənə yaralı zabit var. Bir dənə də ərəb zabiti gəlir.
Ərəb zabiti də laubali, yəni saymazcana, etinasızca gülür, laqeyd şəkildə gülür. Orada birinci zabit, türk zabiti deyir ki, nədir, başqa bir zəfər var. Və ərəb zabiti daha çılğınca qəhqəhə ataraq ki, bitdi artıq bütün səfərbərlik, bitdi həm qəhrəmanlıq, əsgərlik. İşte rahat zamanı gəldi bizə, dönüyor ordu kəndi ölkəmizə. Ərəb zabiti fəxr edir. Niçin Allah, niçin bu? Ah canavar. Ərəb zabiti açı vermiş hüdudu Bolqarlar, Kevkəbi tale eyləmiş də üful. İngilislərlə dolmuş İstanbul. Deyir ki, artıq İstanbul İngilislərlə dolubdur. Hər kəsdə təəssür və heyrət. Yaralı zabit, sus yetər, ah xain alçaq, sus. Ərəb zabiti istehzalı və məmnun qəhqəhə ilə, sanki mən sustum, öylədir, əfsus. Deməli, İstanbulun fəthini, İngilislər tərəfindən tutulmasını, yəni artıq bunu ərəb zabiti xoşluqla qarşılayır. Yaralı zabit də əslən türk idi, axı bunu xoşluqla qarşılamır. Ərəb zabiti sanki mən sustum öylədir, əfsus. Birinci zabit, şu hərif işte daima bayquş, daima bayquş. Zənn edərsəm o həm də pək sərxoş. Yaralı zabit sinirli və qızğın, ah ərəb, cismi, ruhu, qəlbi ərəb. Həm də məmnun. Nədir bu halə səbəb? Ya sərxoşmu? Yox, inanma, xayır. İşte dərhal gahından nişan alır və tapanca açılır. Deməli, yaralı zabit bu ərəb zabitinin ürəyindən nişan alır və tapancanı açır. Ərəb zabiti ah deyir, deyə sol əli ilə yarasını tutar, sağ əli ilə cibindən tapancayı çıxarıb qarşı qoymaq istərsə də müvəffəq olmaz. Silah hiddətlə bir tərəfə atar və istirablar içində tərk-i həyat edər. Deməli, bu ölən ərəb zabiti yaralı zabitin açdığı ateşə qarşılıq vermək istəyir, amma verə bilmir və silahı hiddətlə bir tərəfə atır və ölür. Yaralı zabit işte bak nasıl ayılır. Bu sırada dışarıdan iblis məmnun və sürekli iblisin qəhqəhələri eşidilir. İxtiyar, sən nə yaptın, nədir bu hal oğlum? Yaralı zabit, sadə, bir bayquş ağzı susturdum. Zabitlərə bir qüsur işte, bulsanız haqsız, bəni edama şimdi haqlısınız. Əlindəki silahı təqdim edər, birinci zabit silahı rədd edər. Bu xəbərdən sevinci çoxdur onun, ona layiqdir müjdə bir qurşun. İkinci zabit bək yorulmuşdu hərbdən əlbət, etmək istərdi bir qədər rahat. Yəni əslində yaralı zabitin bu hərəkətini zabitlər bəyənir. Daha durmaq xəta, həmən gedəlim, bu xəbər düz də olsa fərz edəlim. Bir mücahid dönərmi əzmindən? Ah, mən şimdi ölmək istərkən, yaşamaq istərim də bir müddət. Biz yaşarıq, evet yaşar millət. Bu halda dışarıdan aşağıda marş eşidilir. Deməli, yaralı zabit də onlara qoşulur ki, gedək döyüşəkdə ərəb zabitinin dediyi düzdürsə, gedək mübarizə aparaq. Türk oğlu sözündən dönməz, məhv olur da sürüklənməz, həp yüksəlmək dilər enməz, çarpışır yaşar yurdumuzun aslanları, izlər durur düşmanları, fırtınalı dənizvari, hər coşub daşar, əncin fəza çardağımız, al şəfəqlər bayrağımız, qorxu bilməz oymağımız, haqq için qoşar. İkinci zabit marşı dinlədikdən sonra hər ikisinin qolundan tutar. Gedəlim, yox gecikmənin səməri, yaralı zabit, gedəlim haqqa doğru marş iləri, gedərlər. Yoldan keçən bir nəfərə cənazəyi göstərir. Oğlum, bana yardım elə bir an. Mərhəmətli və mütəəssiz bir hiçlə zavallı oldu qurban. İxtiyar yox kimsədən, bu ölən ərəb zabitinin cəsədini qaldırırlar. İxtiyar deyir ki, yox kimsədə mərhəmətlə vicdan, insanlığı həp unutdu insan. Çox qəşəng sözdür. İnsan insanlığı unutdu. Cənazəyi qaldırıb götürürlər. Xavər yalnız, iblisə uyub da əhli aləm, həp yeryüzü qanlı cümlə sərsəm. Deməli, iblisə mi uymuş bəşəriyyət deyirdi mələk. Burada da xavər deyir ki, iblisə uyub əhli aləm. İblis, insandakı nəfsi şuma daim iblis olur, ancaq olsa hakim. Bu sırada Vasiflə Rəna təlaş içində gəlirlər. Rəna Allah için eyləy inayət, izlər bizi bir yığın fəlakət. Vasif etinasız, yox qorxuya ehtiyac, Rəna aman dur, tərk et də inadı olma məğrur, bak arkadaşın çocukluğundan bir qurşuna da oldu şimdi qurban.
Hər türlü qəzaya razıyım mən, qorxmam fəqət öyle bir dəlidən. Kimdir əcəba o xain alçaq? Xavər onu sorma, yer ver ancaq. Aldınsa da Arif'i əlimdən, hər yardıma işdə hazırım mən. Gülbəyə daxil olurlar, Xavər onlara daha içəri keçirmək istər. Deməli, Xavər bunları içəri keçirmək istəyir və Xavər orada deyir ki, sən Arifi mənim əlimdən alsan da mən sənə mərhəmət eləyəcəm. Dur getmə sakın o dürlü yerlər, həp şübhəyi cəlbü dəvət eylər. İblis artıq burada oynayır. Gülbədəki həsri bir tərəfə çəkər, ufaq bir qapı qaldırıb da Rənaya, gir haydi qızım şu yerdə saxlan. Rəna aşağı iner, iblis qapağı endirib təkrar üzərlərini həsirlə örtər, Vasifin qolundan tutub ormanı göstərir. İşte sana da geniş bir orman. Bir tərəfə çəkilirlər, qayıb olduqları kimi Arif fəssiz olaraq gəlir. Xavər ona doğru qoşar, yaxlaşdığı sırada birdən-birə küçük və şaşkın bir tevrilə ürküb geri çəkilir. Arif Xavərə deyir ki, Xavər bana bak zavallı Xavər, bir söylə nədir bu hali müstər? Ağuşuma qoşmaq istəyorkən, üçdün nə üçün şu sərsəridən? Qoşdum sana sevdiyimdən, amma baxdım ki, sevilməyənlər əsla layiq deyil olmağa həmaxuş, üçdüm də çəkildim işdən məthuş. Dəhşət içində yəni. Deyir, sən mənim qucağıma gələrkən nə üçün geri durdun? O da deyir ki, mən bildim ki, sevilməyənlər əsla layiq deyil olmağa həmaxuş. Ona görə mən geri çəkildim. Artıq yetişir bu sərzənişlər, əf eylə, qüsura baxma Xavər. Xavər sana etsə də pərəstiş, heyhat dönərmi bir də keçmiş? Oldun sənələrcə həp ənisim, bəsləndi səninlə fikri hissim. Kölgən gibi həp peşincə qoşdum, eşqinlə qanatlanıb da uçdum. Lakin bəni bir nicahə satdın, birdən-birə həp unuttun, attın. Arif, niyə sustun, ah öylə? Bir söylə, düşünmə, söylə. Susmaq o da başqa türlü fəryad. Həp bənliyim oldu sanki bərbad. Xavər nə deyir? Mən heç o zavallı ixtiyarı bir ləhsə düşünmədim də var. Deyir, mən heç də o zavallı, yəni ixtiyar şeyxi deyir, heç düşünmədim. Arif, dur qəlbimi bir də yakma artıq. Arif fəqət intihara layiq. Bəndən babana salam edərsin, gəlmişdi də şimdi getdi dersin. Deməli, özünü intihar eləmək istəyən kimdir? Arif. Baxın, özünü ölmə layiq bilir. Arif intihara layiqdir, intihar təşəbbüsü yoxdur. Amma yaralı zabit intihar eləmək istəyirdi. Sonra Xavər, lakin yenə hangi bir diyarə, deyir, gəlmişdi, şimdi getdi dersin babana. Arif də deyir ki, bir hiçliyə doğru, bir məzarə. Hiçlik məramın işdə Xavər. Hiçlik məramın işdə Xavər, gülbən dəxi bir məzara bənzər. Yox, getmə, babam gəlir bu saat, dur bir verəyim xəbər. Nə hacət, mən yerlərə keçmək istəyorkən, bilməm ki, nə bəkliyor o bəndən. Of, qəmlərimə təsəlli olsan, hər dərdi unutmaq istərim mən. Son damlansına qədər rakı şişəsini içib bir tərəfə atar. Ətrafı süzdükcə gözünə ilişən tapancayı yerdən alır. Bu, ərəb zabitinin tapancasıydı. Qurşunlara diqqət edər. Bu halları kənardan seyr edən iblis isə məmnun və istehsalı qəhqəhələrlə gülər. Arif dalğın və sinirli bir tevrlə kəndi alnını nişan edər, yaxlaşmaqda olan iblisi görüncə şaşırıb durur. Deməli, Arif artıq burada intihar üçün öz alnına aparır silahı. Yahu, bana bax, nədir bu halət? Parlar kimi gözlərində dəhşət. Dur, səndə var işte saklı bir halət, bir hal. Aşiq misin oğlum? Aç da söylə, əlbət bulunur da bir vəsilə. Bir çarə arar şu piri hikmət, var bəndə əvət böyük kəramət. Heç sorma, başımda macəra çox, dərdim, kədərim böyük, duyan yox. Bir afətə, bir nicarə uydum, bir qəmzəli işvəkarə uydum. Əfsus o benimlə könlü birkən, bir ləhsədə aldılar əlimdən. Lakin nə tuhaf o nazlı afət etmiş sana iltica bu saat.
Ey mürşidi pir, inayət eylə, əylənmə benimlə, sən də böyle. Mən çəkdiyim istirabı, möhnət, istəyən dərd, kədər və qəm, yetməzmi bu sözlərin nə hacət? Deməli, heyhat o mələk, o şeiri pərran, mümkünmü ənisim olsun əlan? Deməli, İblisə müraciət edir ki, sən də mənim sözlərinlə deyir, mənlə əylənmə, mənim deyir çəkdiyim bu qəm onsuz da mənə yetər. Ənis burada dost, ürək dostu deməkdir. O deyir, mümkündür ki, olsun deyir mənim yarım. İndi əlan, yəni indi bu dəqiqə deyir mənim yarım olsun. Bu yanda durub da bəklə dərhal, parlar sana da pəri amal. Deməli, Arif, görsəm onu bir də görsəm, dur söyləmə. Qapağı açar, başını qaldıran Rənaya, ah Nuri didəm, halın nə qədər də qəmli küskün, bir şey yemək istəməzmi könlün? Lütfən azacıq su ver, iblis boş dəstəyi alır, yox dəstidə heç su, yoxmuş əsla. Saklan yenə, haydi görməsinlər, sakla, bakalım nə oldu xavər. Qapağı endirir və üzərini həsirlə örtər, gülbədən çıxarlar. Arif iblisin ayaqlarına qapanır, son dərəcə həyəcanlı. Bir Xızırmı, ya mələk misin sən? Yalnız bunu bilmək istərim mən. Arif Xızır mələyə bənzədir iblisə. Hiç sorma, o sirri şimdi sorma, gəl bəri, pek yaxında durma. Arif mütərəddid adımlarla bir qədər çəkilir, iblisin uzaqlaşdığını görüncə təkrar içəri girər, həsri qaldırır, bu sırada xavər gəlir, səndələyərək gəldinmi? Evet, sərxoş və istehsalı qəhqəhə ilə nə xoş təsadüf. Arif, nə ararsın orada Arif? Saklanmada burada bir mücəffər, könlüm onu şimdi bulmaq istər. Hər söylədiyin birər müəmma, yox orada bir öyle şey, yox əsla. O Rənayı axtarmaq, dəyənan axtarır, amma xavər qoymur. Var, o məzar içində bir hur, zülmətdə yaşar o Nəcmi Pirnur. Qumral saçı sanki şeiri mənsur, insan oluyor görüncə məshur. Xavər, Arif, nə çabuk dəyişdi halın, bilməm ki, nədir sənin xəyalın. Bodrum qapısının üzərinə çıxaraq mane olmaq istər. Arif sərxoşda bir qabalıqla itər. Çıx get, yetişir. Xavər sinirli, xayır bu evdən sən getməlisin, fəqət deyil mən. Təbdilli tevri ilə, yox getmə, evet qal, ah lakin onu həp unut. Namümkün, yox, onu heç bırakmam əsla. Sən əski inadın üzrə hala. Bir kərrə düşün də ah qəddər, şiddətlə bağırır, dəfol daha etmə fəzlə israr. Sərxoş mu nəsin, gəl işdə əvvəl, məhv et bəni olmayım da əngəl. Son dərəcə hiddət və nifrətlə itər, dəfol dedim. Ah ədəbsiz alçaq, vəhşi bir hücumla boğazından yaxlaşıb boğar, iblisdə alçaq və məmnun bir qəhqəhə ilə al işdə budur cavabın ancaq. Xavər istirab və dəhşətlər içərisində əbədi bir sükuta varır. Arif üzərini həsirlə örtər. Ufaq bir düşüncə və tərəddüddən sonra bodrumun qapağını açar. Deməli, Arif Xavəri öldürüb üzərini örtər. Heyrətlə başını qaldırır. Sən misin Arif? Onun əlindən tutub çıxarır. Çabuk ol, durma gəl. Amma Rəna bilmir, o Xavəri öldürüb. Arkası cənazəyə olaraq nerede idin? Səbirsiz, gəl gedəlim, sorma gəl. Gəl çabuk ol, Gerçi sən attın bəni, Arif unutmaz səni, atmaz səni. Gəl gedəlim, gəlmədən İbn Yəmin. Rəna Bodruma işarətlə, gəlsə də zənnimcə bu yer pek əmin. Burada durulmaz, çəkilib qaçmalı, vəhşətdən uzaqlaşmalı. Hər ikisi təlaş və istirabla uzaqlaşıb görünməz olur. İblis isə qaçmalı, əlbəttə uzaqlaşmalı, başqa cinayətlərə yaxlaşmalı. İblisə ləzzət edir artıq, Xavəri öldürür, başqa cinayətlərə doğru gedir. Siz nə qədər bəndən uzaqlaşsanız, yer deyil, əflakə uçub qaçsanız, fələyin, göylərə. Qarşılaşıb birləşiriz daima, ayrı deyil, çünki biriz daima, İblis deyir. İçəri girər, qapağı indirib üzərini həsirlə örtər. İbn Yəmin
Qara çavuşla bərabər gəlir, alnının tərini silər, kəndinə işarət edərək qəhqəhə ilə bir qocaman orduya ixval edən aciz imiş sanki küçük hilədən istehzalı qəhqəhə ilə həbs edəcəkmiş məni 3 sərsəri. Dur bulayım, bir şu ədəbsizləri anlatırım onlara cürət nədir? Saçdığın alnındakı qüvvət nədir? Ey bana bak, nerede bizim ixtiyar? Şimdi gəlir, yoksa bir əmrin mi var? Durma, hemen bul, ona var çok sözüm. Gülbəyə girər, Xavərin cənazəsini görüncə, ah o nə, yanlış görüyor mu gözüm? İblisi yakalayıb əlindəki silah ilə təhdid edər. Var şu cinayətdə yəqin bir səbəb, söylə onun məhvinə kimdir səbəb? İblis çəkilər, bilməm əfəndim, xayr, əfsus, əvət, təbdil tevri ilə həp şu dəni vəhşətə bais fəqət. Sükut və tərəddüd, İbn Yəmin kim acaba, kimdir o xain rəzil? İşvəli Rənaya uyan bir səfir. Bunu İblis İbn Yəminə deyir. İbn Yəmin nerededir onlar? Savuşub getdilər. Şimdi evet, şimdi fərar etdilər. İşte bu dəhşətli xəbər pək fəna. Düşünür, ixtiyar gəlir Xavərin cənazəsini görüncə, ah o nə, eyvah, nə olmuş ona? Məyus və şaşqın bakışlarla cənazəyə yaxınlaşır, qollarını köksündə çapraz edər, titrək və acı bir fəryad ilə söylə aman, söylə mənə Xavərim. Kim, sana kim qıydı, aman söylə kim? Artıq torununa deyir. Döndü qaranlıq gecəyə gündüzüm, uf daha fərq etmiyor əsla gözüm. Yəni deyir ki, gözümün görməyində artıq bir fərq yoxdur. Sonra tərk edərək biz bütün insanları məskən edindik fəqət ormanları. Görməyəlim ta mədəni vəhşəti, zülmü cinayətləri, süfliyyəti. Qaçdığımız qəhr fəlakət izi buldu, evet, buldu nihayət bizi. Ah köpürdükcə şu xain bəşər, yeryüzü daim qusacaq zülmü şər. Məzhəbə dönmüş də bütün kainat, qeyri çəkilməz şu müləvvəs həyat. Ya siz ey insanlığı təhqir edən, duyğusu vicdanı sönüklər, həmən dəf olun, artıq bana rahat verin. Nerede? Fəqət Tanrı'yı bir göstərin, ah ona var söylənəcək sözlərim. Bunu ixtiyar şeyx deyir. Cənazəyə acı fəryad ilə yavrum, aman nazlı mələk Xavərim. Qürbədəşlər pərişan və mütəəssir addımlarla çıxarlar. İxtiyar şiddətlə ağlar və Xavərin dağınıq saçlarını qoqlayıb da titrək əlləri ilə oxşar. Sönmüş gözlərini öpər, hərəkətsiz başını qolları arasına alır, çılğınca baxışlarla göyə doğru baxmaqda davam edər. Eyni zamanda pərdə ağır-ağır enməyə başlar.